OP dünyasında elə bir maraqlı imkan daha var ki, sənin kodun muncuq çox maraqlı formada təşkil olunub. Bütün frameworklərdə var və bütün dillərdə var. Ola bilməz ki, OP dünyasında olasan və bunu tətbiq etməyəsən. Sənin inkişaf yolun istənilən proqramlaşdırma dilində OP dünyasındasansa, məhz buradan keçəcəkdir. Özü ki, frameworklə işlədirsənsə, o göz qabağında olacaq qarşında. Amma belədir ki, bunu bir çox zamanda elə özün yaza biləcəksən. İnkişafın bundan başlayır. Kocaçılar, PHP sevənlər, OP dünyasına maraq olanlar, hər kəsə salamlar, necəsiniz? OP dünyasında hətta deyədim, siz nə var? Bir qatar var ki, vagon işləri təşkil edirsən. Həqiqətən də möhtəşəm bir imkandır və bu OP dünyasının deyərdim ki, maraqlı dəsti xəttidir ki, buna mütləq gələcəksiniz. Üstəlik də ki, sizi bu işdə peşəkar edəcək, OP dünyasında peşəkar edəcək. Niyə? Çünki sən gələcəyinə özünə deyək ki, mikro framework yazacaqsansa, buna əl atmaya bilmərsən. Əgər sizlər PHP-də bunu gördünüzsə, bilin ki, bütün müasir OP dünyasına aid olan dillerin hamısında bu var və istənilən birində bunu bildinizsə, vəssalam. Söhbət nədən gedir? Əgər bir metod, OP dünyasında metod nədən artıq bilirik, əgər bir metod obyektin özünü qaytarırsa və bütün işi belə qurmuşsan ki, metodların hamısı elə hər dəfəsində obyektin özünü qaytarırsa, onda sən deyərdim ki, zəncirvari ard-arda bu metodlardan yararlanabilirsən və biz buna deyirik Fluent Interface, axıcı interface. Bir anlıq təsəvvür edin də, bütün metodlarınız obyektin özünü qaytarır. Hər dəfəsində. İlahi, bu bilsin nə deməkdir? Metodları dəfələrlə ard-arda bir-birinə bağlayaraq çağırmaq olur və bundan sonra builder, konfigurator, query, bir çox işləri PHP-də görə bilirsiniz. Bundan hamısının hətta şahidi olursunuz frameworklərdə. Özün də sabahsı gün yazanda deyirsən, nə gözəl. Başqa ideyalar da bunda qurmaq olur və həqiqətən də sənin işin bir pillə daha da yüksəklərə qalxır. Fluent, axıcı interface nədir biləndə. Məhz belə şeylərdir bizim OP dünyamızı daha da ciddi səviyyəyə qaldıran. Ona görə nə edirik? Yaxın durun. Fluent Interface in PHP getdi. Mən artıq redaktordayım və gəlin başlayaq. İstəyərəm ən bəsit misalda, ən hər kəsin tanıdığı minimal bir misal var ki, onda göstərim. Nədir OP dünyasında ümumiyyətlə bizim istəyimiz və Fluent Interface bizə onun əvəzində nə verir? Ən sadə təsəvvür edək ki, mənim bir böyük qutum var və içinə istədiyimi ata bilərəm. Bunu ən sadə bugünə kimi OP dünyasında PHP biliklərindən necə edərdim, onu göstərim. Sonra oradan keçid alım Fluent Interface və həqiqətən də bu Fluent Interface axıcı interfeysdə axıcılıq nədir, onu göstərim. Və deyirəm ki, plus box, düzdürmü? Və birbaşa burada deyə bilərəm ki, gəlin birbaşa mən bir private items adında deyək ki, bir özümə array yaradım, düzdürmü? İstəyirəm obyektin əli ona çatmasın, bir məna olaraq. Ona görə private demişəm və gəlin nə deyim? Private array və nədir bu söz gedən mənim dəyişənim? Items olsun və adi məsələ ki, bərabərdir boş array. Belə bir şeydən başlamaq istəyirəm və sözün düzü error varsa indidən qoy bilim, yox, error yoxdur. Hələ ki, hər şey yaxşıdır və düşürəm aşağı. İşim nədən ibarətdir? Mənim elə bir metodum olsun ki, mən nə desəm içine ata bilim. Daha başqa nə istəyirəm? Add adında bir metodu yaradaq. Public deyə da artıq qarşısına public yazmaya bilərəm. Və function deyirəm add. Aydın məsələdir ki, add eləmək istədiyim məsələn deyək ki, data adında hər hansı bir mənim dəyişənim olacaq, dəyərim olacaq, ora atmaq istədim, amma bilməm. Stringdir, arraydir, bəlkə də rəqəm ailəsidir, qarışıqdır. Ona görə niyə də mixed deməyim? Niyə də yox, düzdürmü? Və gedib nə eləmək istəyəcəm? Gəlin burada elə deyim ki, işim nədən ibarətdir? These items və mən bilirəm da, these items mənim arrayimdir, array necə əlavə etmək lazımdır bilirəm. Bərabərdir data deyəcəm. Qeyri-adi bir şey demirəm. Burada iş bitir.
Sözü gedən add metodunun işi bitir. Düzdür, baxmaq istəsəm nəyəsə. Yaxşı, bunun içində nələr var? Gəlin bir də function all deyim. Yəni hər şeyə baxmaq istəyəcəm də sonda. Özə ki bu funksiyonal mənə qaytaracaq array. Eyni zamanda nə qədər ki yer var, çalışıram bu ana qədər bildiklərimizi də yazaq. Amma çox da ekranı doldurmaq istəmirəm. Real mənimlə praktikada yaşayan, PHP dərslərində yaşayan tələbələrim hər şey yazmalı olacaq. Getdik. Mən qaytarmaq istədiyim nədir? These items və salam. Başqa bir şey də əslində istəmirəm. Bu qədər. Və düşünürəm ki, ən bəsit bir şey yazmış olduq. Neynirik? Yoxlamaq istəyir. Düzdür, bir dənə də baxım görüm, error varsa tez onu düzəldim. Hələ ki, heç nə yoxdur. İşim nədən ibarətdir? İşim ondan ibarətdir ki, mən burada bir box yazım, bərabərdir new box. Bu qədər. Bunu yazdım mı? Və bu deməkdir ki, əlim add və all adında public metodlarıma əlim çatacaqdır. Yəni, normalda mən artıq nə edə bilərəm? Deyə bilərəm ki, box add, düzdürmü? Və mötərizə açaram. Və burada deyərəm, məsələn, Koji.az. Koji.az. Niyə də yox? Və gedərəm, artıq əlavə olundu inşallah ki, amma indi bu saat baxsam onu heç də görməyəcəm. Çünki all adında çağırmamışam ki, bir o array mənə ver, baxım görüm ki, nədir, nə deyil. Ona görə də epredə gəlin deyim ki, göstərin mənə box və all. Məncə, belə bir şey çox maraqlı olar və getdik. Əla, Koji.az gəldi. Eyni zamanda bəlkə də add bir yox, bir neçə də istəyirəm. Onu da gəlin burada Koji.az əvəzinə I love PHP də deyim və bir daha da cəhd edim. Evvələ və s. və ilaxırım. Bu ana qədər belə bir kod mənim bugünkü bütün dərslər varlığımı əhatə edən bir birlikdir. Yəni, Fluent Interface nədir? Bilməyən üçün belə də yazılmalıdır. Amma bundan gözəl var. Burada bir iki dənə dəyişiklik edəcəm və salam. Axıcılığı orada görəcək. Gəlin kodumuza diqqətlə nəzər yetirək. Yəni, mənim bu ana qədər yazdığım hər şey gözəl və sadədir. Və üstəlik ki, qoruyuram. Fikir verin ki, biz proqramlaşdırmada enkapsulyasiya nə üçün var, bilirik. Mən istəmirəm. Hətta obyektin sözü gedən itemsə əli çatsın. İstəmirəm də bir mənalı olaraq. Və nə edirəm? Private eləyirəm. Add var. Eyni zamanda nə əlavə oldusa sonda görmək istəyirəm. Düzdürmü? Amma məsələn nədir? Bir fikir verin. Mən obyekti yaratdım. Aydın məsələn konstrukt yoxdur deyə mənə icazə var ki, hətta bu mötərizəni yazmayayım. Buna dair artıq danışmışam. Amma nə əlavə edəcəmsə, həmişə obyekt, metod, dəyər. Obyekt, metod, dəyər. Yenə obyekt, metod, dəyər. Sonra da bir obyekt, metod, nədir? Bütün əldə olunanı görüm. Amma bunun əvəzində icazə verin bunu tamamən yığışdırım və buranı da tamamən təmizləyim. Deyim ki, bu add mənim metodum var ha. İşini görməyinə görsün, amma zənciri təmsil edəcək. Yəni, hələ də obyekt əlimdə qalsın, itməsin deyə bilərəm return və bu ona qədər yazmadığımızı yazıram ha. This nə maraqlı, özünü qaytarır. Obyekt özü ilə əlaqəni kəsmir. Metod buna şərait qurur ha. Hətta aydın məsələ ki, burada deyərəm ki, yəqin ki, özünü qaytarır. Belə bir şey yaza bilərəm. Self. Ana maraqlıdır. Bir dənə bu bəhs idi. Fluent Interface təşkil edib. Axıcılıq burada möhtəşəmdir. Bir misal da, bəsit bir misal. Görün ha, bu ona qədər bildiklərim heç də pis deyildi. Möhtəşəm. Bunu yazana artıq afərin deyirəm istənilən tələbəyə. Amma o yazdığının içinə bir dənə də return this deyəndə hər şey daha da maraqlı olur. Bir fikir verin ki, mən indi nə edəcəm? Əslində indi hal-hazırda bir error varsa baxım yoxdur. Davam edirəm. Bu ona qədər box yazmışdım, düzdürmü? O həmin boxu yazdım. Və PHP-nin əslində sonuncu versiyası
elə bir şərait qurub möhtəşəm də, yəni mən də həqiqətən də bizlər PHP dünyasında hələ də deyirəm ayda bu nədir belə, buna gözəl şeylər yaradır PHP. PHP dayanmadı, axıra kimi getdi. Məsələ ondadır ki, mən əslində yenilikləri çəkmirəm. Python'ın yeniliklərini, PHP'nin yeniliklərini, JavaScript'in yeniliklərini. Çünki yetərincə internet Azərbaycanca olmasa da rusdur, ingilisdir, ispanlar da ən çox onları sevirəm baxmağı. Onlar o qədər səlis gözəl çəkirlər ki, belədir ki, versiyaları izləyən onlara baxa bilir. Amma bizlər tez release olan kimi, PHP yeni bir şey çıxardan kimi dirmat məəttəl baxırıq. Əslində mənə imkan verir ki, mən yazım new box və bundan sonra birbaşa metoda keçid alım. Birbaşa. Mənim PHP 8 4 səhifələrimizə artıq buna şərait qurub və həqiqətən də möhtəşəmdir də. 8 4 olmalıdır. Amma indi ona mənim şəraitim yoxdur. Məni vadar edir ki, mən mötərizə mütləq yazım. Bunu da görmüşük, bunu da tanıyırıq, bunu da bilirik. Amma bundan sonra gelib nə yazıram? Add, məsələn, salam və add hello. Birinci belə yazın. Varmı error? Tez gedin baxın. Yox, yoxdur. Ha, nə gözəl. Onda gedin bir dənə hələ epre deyim. Niyə də yox? Və burada deyim ki, box all. Birinci belə yazım. Heç nə olmaz. Add onsuz da, baxın ha, gözəllik nədədir? Add onsuz da obyekti qaytarır deyə box new box'dan əl çəkməyib. Hələ də ona obyekt əli çatır. Mən box all yaza biləm. Yoxsa məndə metod return this eləməsəydi add metodu, mən belə bir şey yaza bilməzdim. Run edirəm, salam və hello. Gəldi, nə gözəl. Amma məsələ ondadır ki, mən hətta belə yazmaram ki, mən sizə bilə-bilə əvvəlkinə oxşar bir şey yazdım. Bizlər sadəcə uzatmırıq, biz sevirik ki, belə enterlər vuraq və davam edək. Tutalım hello, hi, amma aydın məsələdir ki, daha nöqtəli vergül yoxdur, ən sonuncu da olacaq. Və belə yazırıq, hello, hi, test, belə bir şeylər yazıram və sonda mənim box dəyişənim var ha. Deyirəm ki, belədir ki, o da nə qədər əlavə elədim. Sonda da all yaza bilərəm. Söhbətə baxayım. Box əlavə etmə imkanına zərcirvari ard-arda deməli əlavə edərəkdən öz əlaqəsini itirməyib, yenə də ona add vasitəsilə elə obyektin özü gəlir, əlavə edir, hələ də əlaqə etməyib, əlavə edir, hələ də əlaqə etməyib və ən sonda da all adında metod var ki, box bağlıdırsa bu obyektlə 100% işləyəcəkdir. Sən demə, indi box dəyişənim obyektə bağlanıb addlərlə obyekt varlığını itirmədən sonda box gedib əlavə etdiklərimin təmsilçisi olan array'e bərabərdir. Bu deməkdir ki, mən artıq aşağıda gedib deyə bilərəm ki, epre sadəcə box. Bu qədər. Baxaq mı? Və gedib baxmaq istəyərəm. Evvəla, nə möhtəşəm, nə gözəl, nə maraqlı. Baxın, o mənə array'e qaytarır. Hansı o? Zəncirvari ədlərlə bağlı olan ədlərdən kəsintisiz obyektə mənim əlim çatma imkanı ilə təşkil olunan əddir ki, box axırda array verir. Gözəl misaldır. Həmin o kəslərə ki, fluent interface nədir bilmirlər. Mən artıq bundan sonra istənilən metoda məqsəd yönlü return this yazacağım. Ayda nə gözəl bir koduymuş. Fikir verin. Kod yazan axtarım. Belə səliqəli kod yazan axtarım. Əla. Belədir ki, bundan sonra siz bütün frameworklərdə belə bir şey görəcəksiniz. Hər yer doludur. Bu məntiqlə. Bilənə yol açıqdır. Gəlin sizlərə Builder dünyasını da az da olsa göstərim. Əslində istənilən mövzuda Builder yazmaq olur.
verilənlər bazasına dair hər hansı bir başqa işlər, standarta sala biləcəyin işlər. Bu bir patterndir əslində. Pattern dünyasına da əslində müraciət edəcək və PHP-ni axıra kimi gedənlər, iradəsini möhkəm saxlayıb, heç də yarı yolda saxlamayanlar bütün bunları görəcəklər bir mənalı olaraq kod yazda. Amma bəsit bir builder mövzusu nə olur olsun, deyək ki, bir kitab əlavə etmək istəyirəm və onun builder bir işini qurmaq istəməsində hər bir şeydə bunu etmək olur bir mənalı olaraq. Query-yə dair də işlər var, ilahi çox gözəl işlər var. Bunların hamısını siz dediyim kimi framework-da görürsünüz. Amma bu ilahidən gəlmir, bu adi bilikdir. Framework-da bunu tətbiq edirlər, siz rahat istifadə edirsiniz, heç ruhunuz da incimir. Heç düşünmürsünüz ki, sən demə bu Fluent interface'dir və bu Fluent interface'in özünü elə mən özüm yazaram da, qeyri-adi bir şey deyilmiş ki, həqiqətən də axıcı bir interface yiyəsi olmaq gözəl bir şeydir. Gəlin deyək ki, bir class yaradım, içində build olsun. Əsas məqam budur və deyək ki, book builder və fluently burada nədir, hardadır, onu hiss edək və getdik, kitab olmasın, başqa bir şey olsun. Nə fərqi var? Burada klasslar arası əslində çox maraqlı bir bağlantı da olacaq. Bütün patternlər əslində bir standarta minmiş bir bilik və varlıqdır. Ona da dediyim kimi gələcək. Amma bu ana qədər nə etmişsinizsə, demək olar ki, pattern nə etmişsiniz, sadəcə xəbəriniz olmayıb və gedək. Deyim ki, private nə ilahi? Title, niyə də yox? Gəlin deyək ki, nə olsun? Author məsələn və gəlin deyək nəyi burada olsun? İlahi, kitabın nəyi var? Ən əsas sərlövhəsi, müəllifi, gəlin deyək page. Tamam, bu üç ünsürə yönələk, niyə də yox? Deməli, private məqsədi yönünə edirəm də, istəmirəm hər hansı bir yerdə əlləri, obyektin əli nəyəsə çatsın. Yox, bu klasın içində əlim çata bilər, amma miras dünyasında belə çatmasını istəyirəm və eyni zamanda obyekt bir şey görməsin, ancaq bu klasın içində. Və getdik. Çalışacağım qeyri-adi bir şey görməyim, sadəcə artıq mən rahat public bir function yaza bilərəm. Məsələn, set title deyə bilərəm bir məna olaraq və hətta gəlin set author deyim, eyni zamanda gedim deyim set pages, gəlin belə deyək, page yox, pages, bu daha yaxşı olar və məsələn nədir? Nə yazıramsa yazım, return, artıq bilirəm da, this, ən yaxşı iş budur, bir mənalı olaraq. Bunu hələ ki yazım və bildirim ki, çox maraqlı iş məni gözləyir və getdik. Əslində qeyri-adi bir şey yazmayacağım. Gəlin elə burada deyim ki, burada icra anında deyim ki, tamam, bura bir title yazım ya da elə T yazım. Onsuz da mövzu qoy daha bəsit görünsün. Getdik. Gəldim ki, this title, nəysə düz yazmadım. This nəysə düz yazmadım. This, aha, indi düzdür. This title bərabərdir T ya da title. Bu sadəcə biraz ekonomiya məqsədi ilə görünən işdir. Əla, set author, gəlin deyək ki, A və burada da deyəcəm ki, hətta bir sətirdə də eləyərəm, amma indi bu saat məqsəd sətir də o qədər də ekonomiya eləməyək. Deyim ki, this author qoy bərabər olsun sözü gedən A. Yəni nə ötürüləcəksə müəllif o olacaq və pages deyim ki, P və burada aydın məsələdir ki, olsun nə? This pages bərabərdir P. Aydın məsələdir ki, mən artıq burada
Ayrıca heç bir şey yazmıram. Stringdir, number, integer və s. və ilaxır. Aydın məsələdir ki, bunları da artıq siz yaza bilirsiniz və bu mövzuya hakimsiniz. Birində göstərdim, deməli hamısında mütləq yazılmalıdır, anotativ deyək ki, yönəlməlidir. Amma indi mən çalışıram daha qısa yazım. Beləliklə, set title, set author, set pages var. Düzdürmü? Nə gözəl və sonda da nə deyərəm? Hətta gəlin bir əlavə class da yazım. Class book. Düzdürmü? Heç burada mirasdan söhbət getməyəcək. Amma da bu 8-ci versiyada, düzdürmü? Gəlin deyək ki function construct və əslində içini boş saxlayacağım. O mənə icazə verir. Deyim ki, public title, düzdürmü? Hətta gəlin belə yazım, alt-alta yazma. Biz bu mövzunu artıq keçmişik. Və bu mövzuları bilə-bilə mən yazıram ki, bilməlisiniz də, bir mənalı olaraq bilməlisiniz və public nə idi? Author və public deyək ki, daha tipini də vermirəm, birbaşa elə özünü yazıram və pages. Tamam, bu qədər. Hətta buna ehtiyacım yoxdur, burada bir şey yazmıram və güman edirəm ki, bunu niyə yazmışam və nə səbəblə yazmışam bilirsiniz. Bilmirsinizsə, qayıdın PHP-ni gözəl oxuyun. Və beləliklə 8-ci versiya mənə bunu yazma icazə verir. Gedim build yazım. Builddə əslində build olan hissədə deyirəm ki build və mənim bu builderim əslində nə inəyəcək? İşi nədən ibarətdir? Return new və burada elə sözü gedən book olan birbaşa obyektimə artıq ötürmə keçəcəkdir. Sadəcə ona nə verəcəm? Ona deyəcəm ki this title, düzdürmü? Və onu özündə 100% götürməlidir. Deməli, this title, this author, this, neyse düz yazmadım, yenə düz yazmadım, this author və üçüncü nədir ilahi? Pages, these pages. Və belə bir şey yazdımsa nə gözəl, nə xoş. Bildirim mənim artıq book klassını verəcək. Nə gözəl. Book obyektini verəcək, üzr istəyirəm. Və düşünürəm ki, düz yazmışam. Sözün düzü, səhvim varsa indi bu saat bir run eləyim, görüm ki hər şey yaxşıdır. Təmiz yazmışıq. Və getdik. Getdik bunu artıq fluent anlamında təşkil edək. Deyək ki, builder bərabərdir və burada artıq deyə bilərəm ki, new book builder, düzdürmü? Mənim işim birbaşa bundan ibarətdir. İçində book builderin içində onsuz da construct yoxdur. Və getdik. Enter vururam, düzdürmü? Və mən birbaşa deyə bilərəm ki, zəncirvari gedəcəm. Deməli, obyekt artıq əlimdədir. Gedib nə deyirəm? Set title, məsələn, düzdürmü? Və kitabın adı Kodi.az, düzdürmü? İş bitmədi, amma obyekt əlimdədir. Çünki return this var bütün mənim metodlarımda. Return this, return this, return this varsa mən davam edə bilirəm. Deyə bilirəm ki, demək işim nədir? Set, gəlin deyək ki, nə yazıram? Author. Gəlin deyək ki, coder. Coder Baku. Belə bir şey. Niyə də yox? Və işim hələ bitməyib. Deyirəm ki, səhifələri də vurğulayaq. Deyim ki, set pages və deyək ki, 321 səhifədir. Okay? Və ən sonunda nə edirəm? Build edirəm. Ötürəm artıq onu bu klassına. Bu klası artıq bilir nə deyil. Ona görə də getdik. Build dedimsə, işim hazır. Nöqtəli vergülü yazıram. Bu qədər build mənə book obyektini qaytarmağa hazırdır. Gör, hardan başlamışam?
builder'dan, book builder'dan hara gələcəm book'un özünə, amma book'da çox maraqlı iş buradadır. O özü elə tənzimləyəcək ki, mənim əlim hər şeyə çatacaq book'da. Gəlin baxaq, sözün açığı o deyir, deməklə deyir ki, bir də görsən ki, səhv-səhvin dalayacaq, amma baxaq. Amma buna mən Epre'də baxacağım bir məna olaraq, çünki eko verə bilmərəm. Bu bir obyektdir, ondan nə iş görəcəksən, gərək göstərəsən. Ona görə gəldim ki, builder, belə bir şey artıq görmək istəyirəm. İnşallah ki, işləyər. Və hər şey düz yazmışıqsa, voilà, nə gəldi? Book'un, həmin book klassının obyekti gəldi. Necə gəldi? Artıq title. Mən bu işi təşkil edəndə bilirəm də PHP 8 mənə icazə verir ki, konstruktun içində elan prosesi baş versin və title artıq kod yazdı. Author coder Baku, pages 321 və bu book klassın əslində özündə də miniş görə bilərsiniz. Bura artıq sizindir. Tamam mı? Mən sadəcə konstruktunda elan məsələsini həll edim. Qalanı artıq onun içində metod nədir? Falan 5 mekan edə bilərsiniz bir mənalı olaraq və bu builder'dan sonra əslində gedib deyə bilərsiniz ki, hə, getdik. Onun içində nəsə varsa yazacaqsınız və s. və axır. Amma bu da çox maraqlı bir patterndir. Mən klasslarla istədiyimi edə bilərəm, istədiyimi. Mən burada göstərirəm ki, zəncirvari yazmaqda böyük bir prinsip dayanır, böyük bir taktiki addım dayanır və sənin işin olur çox belə maraqlı, kompleks, yuxarı səviyyədə bir kod alınır, amma gözəl işləyir, həddən ziyadə. Belə bir şey bacardın ha, sən o zirvədəsən, bunu biləsən. Təklifim bilirsiniz nədir? Bu mövzunu daha da gözəl anlamaq üçün yenə də sadə kodlar, amma praktiki olaraq düşünürəm ki, sizə kömək olar və ümumiyyətlə biləsiniz ki, layihədə bizlər çox zamanda hər hansı bir informasiyanı bu və ya digər şəxslər e-mail olaraq göndərə bilirik. Ən düzgün e-mail göndərilməsi SMTP vasitəsilə təşkil olunur. Biz mailer yönümlü bir, deyərdim ki, config builder yada bilərik. Niyə də yox? Çox maraqlı bir şeydir, həddən ziyadə. Və praktikumumuza praktika qatarı, yenə deyirəm, içini dolğun yazan deyiləm. Bu ayrıca bir mövzudur. Axıra kimi PHP-yə gələnlər bunu görəcək və bunu hətta təşkil edəcək. Və SMTP credential'lar əlimdə olandan sonra e-mail göndərməyə nə var ki? Amma deyək ki, mailer yaradıram. Niyə də yox? Və axıcılıq burada fluent interface necə təşkil olunur görə bilərəm. Getdik, bir klass yaradım və deyim ki, mail ya da mailer, gəlin deyək ki, mail. Mənə bu daha rahatdır. Və ən bəsit bir işlər görəcək. Dediyim kimi, gəldim ki, yenə də private olsun, heç obyektimin əli çarpmasın ora. Hətta bu dəfə string dediyim, özdə gedim, bilsin neyim. Bütün mövzuları istəyirəm hər dəfə videoda bundan qabaqkilərlə birləşik olaraq təşkil edim. Və gəlin burada deyim ki, declare və eyni zamanda strict types deyim, bərabərdir 1 deyim. Qoy, burada daha maraqlı, daha tiplər yazıramsa, qoy bu da olsun. Deyirəm ki, private string sözü gedən from. Niyə də yox? Özə bərabərdir, daha deyirəmsə string, qoy belə də olsun, hələ ki, hər şey düz gəlir düşünürəm və hətta gedib yoxlaya bilərəm. Birdən səhv edərəm. Yox, hər şey yaxşıdır. Eyni zamanda gedib deyərəm ki, deməli bir mail olanda nə olur? Kimdən, kimə ya da kimlərə? Aha. Onda yenə private deyərəm. Deyərəm ki, bu array'dir. Niyə? Çünki to olan deməli mənim property'm olacaq əslində boş array. Çünki bir yox, bir neçə kəsə bunu göndərməliyəm bir məna olaraq. Və ola bilməz ki, mənim göndərəcəyim e-mailin mövzu deyək ki, boş qalsın. Ona görə də mən yenə də boş string edəcəm. Yəni deyək ki, private və string eyni zamanda gəlin deyək ki, biz həmişə subject deyirik. Subject bərabərdir boş string və hətta yoxlaya bilərik hər şey yaxşıdır mı? Bu ana qədər hər şey yaxşıdır. Bir də ki, message ya da body deyirik. Biz çox zaman deməli göndərilən e-mailin body'si deyirik, nəinki message. Və gedigən deyim ki,
private və ola bilsin ki, email göndərəndə içindən heç şey yazmıram. Başlıq verməliyəm, amma içinə heç nə yazmaya bilərəm. Ona görə də string deyirəm, hətta ola bilsin ki, sözü gedən, gəlin deyək ki, body adında bir property yaradıram və deyirəm, ola bilsin hətta null oldu. Amma burada bir dəqiqə refresh edim, voilà. Mən güman edirəm ki, bu niyə çıxdı bilirsiniz. Vay o halınıza ki, siz hələ də anlamamışsınız ki, bu niyə çıxıb. Bilmirsinizsə, mütləq bütün videolara diqqətlə baxın. Amma mən deyirəm ki, ola bilsin ki, hətta mənə null gəldi. Ona görə sual işarəsini qoyuram ki, bunun da qarşısını almış olum. Bu mövzuları bilə-bilə atıram. Belədir ki, build işimi mən send-lə təşkil edə bilərəm. İndidən yazım ki, mənim public funksiyam olacaq. Function send. Bax burası. Artıq mən tərəfdən yazılmayacaq sizlərə. Biz onu praktikada daha maraqlı formada görəcəyik. Amma deyim, sən demə SMTP adında ən düzgün email göndəriş protokolun var deyim. Və send message-də amma credentiallarla bərabər onun düzgün config deməli sazlamalarıyla bu işi təşkil etmək olacaqdır. Və sonunda burada müəyyən qədər sətirlər olacaqdır və sonunda bu iş ilə bitməlidir. Return və true deməliyəm. Yəni hər şey gözəl gəldisə sona qədər bu funksiyanın içində, onda true mənim send metodum true göndərilsə və salam. Bu deməkdir ki, email getdi. Yox, ortalarda mənim ortalada 100% hardasa return false-un və yaxud false-larım olacaq. Onlardan bir işə düşdüsə və salam. Deməli, email nədənsə hansı səbəbdən getmədi, debug etmək lazımdır. Amma ən bəsit bir şey yazım və axıcılığı burada göstərmək istəyəcəm. Qoy elə from adında mənim property'm olsa, from adında da qoy mənim elə metodunda olsun. Property ilə metod demək olar ki, eyni adda olacaqdır. Və getdi, yəni məsələdir ki, sözü gedən bu da fluent interface nə üçündür? Bu sözü gedən mənim metodlarım, bax bunlar hamısı özünü qaytaracaq. Ona görə self deyirəm və from nə istəyir? Email. Düzdürmü? Nəysə düz yazmadım. Email. Əla. Parametr olaraq email. Və indidən deyəm ki, return this. Bu işi həll elədim, düzdürmü? Və gedib deyirəm ki, this from bərabərdir email. Bundan gözəl nə var ki? Bu işi həll elədim. Bu işi həqiqətən də həll elədim və hətta mənə icazə versələr, bundan bir neçə dənə yazaram. Kopyalamaq olmaz. Amma sadəcə video naminə gəlin tezləşdirməyə cəhd edim. Burada deyim ki, subject, düzdürmü? Sonra da gedim from subject, bunu bura atım. Aydın məsələ ki, burada birbaşa string olacaq və deyim ki, hətta s yazım bura, getsin s-ə bərabər olsun, əla. Sonra nə var idi orada? Body, düzdürmü? Qoy elə this body-də bərabər olsun. Deyək ki, gəlin tez olsun deyə B yazın. Aydın məsələdir ki, diqqətimiz indi axıcılıqadır. Yenə düz getmədi nəsə, tamam. Hər şey düz yazdım, batələsə tərsə. Bir də to var. Aydın məsələdir ki, to necə işləyəcək? Burada olacaq email, düzdürmü? Amma burada to və kvadrat mötərizə yazmalıyam ki, əlavə olunsun bir yox, bir neçəsi. Tamam mı? Yəni məndə bir email var ki, bu from-a veriləcək, amma bir neçə emaillər var ki, to-da əlavə olunmaqda davam edəcəkdir. Niyə? Çünki haradasa buralarda, kodumda mən sözü gedən to array içində neçə nəfər varsa, bir o qədər mənim sendim işləməlidir. Yəni göndər bunlara. Kimin adından? From'un adından. Hansı subjectlə? Falan subjectlə. Hansı mesajla? Varsa falan mesajla. Bu qədər. Qeyri-adi bir şey deyil. Amma artıq fikir verin ki, nə maraqlı formada işləyir, yazılıb. Sözün düzü gəlin yoxlayaq görə error varsa indidən düzəldək. Heç bir şey yoxdur. Və qalır burada yoxlamalarımızı edək. İndi isə əsl vaxtıdır
axıcı formada bütün kodlarımızı yoxlamağa. Çünki Flint interface nədir bilirəm və sözü gedən yazı stilistikası müəyyən qədər daha dəyişdi. Bu ana qədər belə yazmırdım ha. Məsələn deyə bilərəm ki, send adında mən bir dəyişən yarada bilərəm. Aydın məsələdir ki, 8.4-dəki olan imkanı burada hələ ki yaşatmamışam. Səhv eləmirəmsə PHP-ni burada hələ ki versiya olaraq dəyişməmişəm. İnanıram ki 8.5'də gələcək şeylər daha da möhtəşəm olacaq, amma 8.4'də nə xoşuma gəlirdi. Biz yazırdıq o müəyyən bir neçə serverlərim 8.4'ə kimi gəlib və hətta deyirlər ki 8.5'in o iPhone çıxanda deyirləri artıq 18'i də göstərirlər, 8.5'i də deyirlər nə olacaq. Amma bizlər 8.4'dən çox razıyıq. Biz yazırıq ki məsələn new mail, düzdürmü? Və məsələ ondadır ki mən birbaşa belə yaza bilirdim də 8.4'də. Nə gözəl. İndi deyirəm də 8.5 bizə nə verər. Amma belə bir şey yoxdur deyə biz nə edirik? Biz açırıq mötərizə və düzdürmü? Sonra gedirik. Onsuz da new mail'dan sonra mötərizə açmaya bilərəm. Çünki konstruktım yoxdur və getdik. Nə deyirəm bundan sonra? Bundan sonra deyirəm ki özüm belə enter vurum sizlər üçün və gedim deyim ki from, düzdürmü? Və burada deyim məsələn mail, düzdürmü? Kodi.az. Kodi.az mənim deməli domenimdir və sonra deyirəm ki məsələn tələbələr göndərmək istəyirəm. To və indidən bilirəm ki nə olacaqdır? Olacaq məsələn demək istəyirəm ki hafiz .a gmail.az deyim məsələn, düzdürmü? Ki belə e-maillər mövcud olmasın, sonra deməsinlər ki mənim e-mailim orada nə gəzir və deyək ki Cavad ilkin belə bir şeydir Gmail az və deyək ki Kamil 2022 Gmail az belə bir şey və sonda işim nədir? Mütləq subject'i bildirməyə və deyək ki course start belə bir şey göndərirəm subject olaraq və burada mesaj olaraq bildirmək istəyirəm ki body'də qoy burada deyim ki use Discord app belə bir şey və sonunda da nə edəcəm? Sonunda da göndərəcəm bu e-maili. Send. Bu qədər. Bir mənalı olaraq. Birinci yoxlayım görüm ilahi. Error gəlirmi? Şükür. Error yoxdur. Göndərildi mi? Əslində burada nə baş verirsə ondan asılıdır. Amma artıq mail kocazdan hafiz.a, cavad.ilkin, kamil 2022'ye bunların hamısına kurs start adlı e-mail gələcəkdir. Və sözü gedən bu kurs start e-mailinin içində vurulanır ki Discord proqramını istifadə edin və 100% güman edirəm ki 100% göndərilib. Düzdür, bunun da işləməsini görməm üçün yəqin ki gəlin buranı komment edin və əvəzində deyim ki return və daha hazır formada bunu qoydum. From to subject və body. Yəqin ki bunu görmək istəyərəm. Amma fikir verin ki mən birbaşa epredə deyə bilərəm. Epredə deyərəm send. Ay nə gözəl. Daha bir dəyişənimə görə nə qədər addımlar tətbiq etmişəm. Sonunda da mənim bildirim send işləyib və görək nə alınır. Sözün açıq mənim özümə də maraqlıdır. Amma ən azı alındı. Deməli, from, mail, kocaz, array, görün fikir verin necə təşkil olunub. Mənim dövrüm tool'unu gəzəcək və bir-bir burada olan kəslərin e-mailinə bu addan göndərəcək və bu kimi başlıq və bu kimi mesaj içi dolu olmaqla. Ay nə gözəl, nə maraqlı, görün ha. Görün belə bir yazı yazmaq nə rahatıymış. Əslində siz bunu, əslində yanlışdır. Mən alqışlamıram istənilən PHP, Python, JavaScript dünyasına birbaşa kimsə həm OOP dünyasına keçid alır bilmədən onun incəliklərini. Üstəlik də ki birbaşa framework işlədir. İlahi bu nə böyük günahdır, amma deyək ki edirlər də, tamam mı? Onlar artıq bunu görürlər. Zəncirvari
bir-birindən hər bir metodun nə maraqlı formada əlaqəsini görürlər və elə bilirlər ki, OP elə də yazılır da. Biri də demir ki, geriyə dönən obyektin özüdür. Axıcı bir interfeysə malik olan alqoritmik bir addımlardır. Bunu bilsələr olacaq gözəl. Amma birinci belə şeylər bilirsən, sonra framework'a və bu kimi böyük dünyaya artıq addım atırsan. Digərləri bir də görsən ki, addımını əvvəldə artıq səhv atıb. Gəlin sonda maraqlı, möhtəşəm, əzəmətli bir query builder yazacaq. Əslində əzəmətli ona görə deyirəm ki, bütün frameworklərin özünə məxsus maraqlı incəliklərlə dolu olan query builderləri var. Fərqi yoxdur, bu Laravel'dir, başqasıdır. Makro, mikro frameworklər, kimləri tanıyırsınız, hamısının əslində query builderləri var və hərəsi bir cür yazır. Bizim işimiz onu ən sadə formada yazmaq, amma həqiqətən də çox önəmli və həddən ziyadə maraqlı bir mövzudur. Artıq biz bilirik də bu sözü gedən axıcı interfeys necə təşkil olunur, məqsəd nədir, necə incəlikləri var. Amma gəlin sadəcə query gələcəyini özümüz də yaza bilərik də. PDO artıq klassına yaxın olanlar bunu mütləq yazmalı olacaq. Amma içi indi bu saat sadə formada yazılsın istəyirəm və getdik. Class deyəcəm və query yazaq. Və işim nədən ibarət olacaq? Gəlin deyim ki, private deyim. Deməli, hər şey başlayacaq əslində select-lə. Select, düzdürmü? Select və əslində bərabər ola bilər. Normalda bütün sütunlar deyirik və ulduz qoyuruq. Bu arada verilənlər bazası mövzusudur query. Yəni sorğu qurulur. Amma sorğu verilənlər bazasına string yazısı kimi düzgün formalaşmış SQL dilində səhvsiz olan yazının ötürülməsi və cavabında müəyyən bir deyək ki, yazı çoxluğu qayıtmış olur. Bax, bu query-ni düzəltmək, bu sözü gedən SQL dilində sətri tamamilə düzgün formada təşkil etmə imkanı lazımdır. Build olunmalıdır bu query və bunu da burada təşkil edirik. Eyni zamanda biraz da mövzu olur nə? Verilənlər bazası və getdik. Select, sonra deyirəm ki private, yenə də string deyək və qoy olsun table və aydın məsələ ki table gəlin deyək ki bərabərdir boş stringə, onsuz da bunların hamısı yolda dəyər alacaqdır. Sonra gəlin deyək nə ilahi private və array deyəcəm sözü gedən where elementinə where ya da where's gəlin where yazım, cəmi o qədər də sevmirəm və sözü gedən boş array olsun istəyirəm. Niyə? Sən deyə bilərsən ki, harda adı bərabərdir Nazim, harda ki yaşı bərabərdir 4 və yaxud da ki, harda yaşı Nazim və harda ki yaşı 5 və adı Nazim və adı Nazim. Əslində incəlik buradadır. Və işini çox gözəl təşkil etmək lazımdır. Ən bəsidinə mən müraciət edəcəm və sən demə, əgərlər bir yox, çoxdursa, əgərlər çoxluğu varsa sorğuda, onda array olması şərtdir, düzdürmü? Və sonra da sorğuda nə olur sonda adətən? Nizamlama, düzdürmü? Gəlin deyək ki, nə olacaq ilahi? Yəqin ki, string olar və order by deyə bilərəm, düzdürmü? Belə bir şey deyərəm yəqin və o da olsun, o bizim heç olmadı. Boş string, bu arada dolları unuttum. Order by ya da order by daha düzgündür. Hətta ola bilər olmasın, heç ona yönəlmək istəməyə bilərəm nədənsə. Düzdür, order əslində həmişə lazımdır. Bu arada nə edirəm? Əgər string demişəm, amma ola bilsin null olsun, mən mütləq bunu atıram və eyni zamanda gəlin bura yeniləyək. Səhv yoxdur. Və bir də ki limit. Məncə MySQL dünyasına işi həll elədim. Bu arada limitdə orada artıq rəqəm lazımdır. Ona görə integer
limit beraberdir. Ha, burada da rəqəmi bilmem ne olacak. Belki de hiç istemedi. Ona göre null deyirəm və tez qayıdıb intin də qabağında sual işarəsi qoyuram. Çox maraqlı iş burada baş verir və indidən builder olan funksiyanı yazım indidən. Function, çünki ona indi qayıdacağım. Məsələn, get SQL. Böyle bir şey yaza bilərəm ki, bu onu formalaştırsın və hələ ki heç nə. Çox maraqlı işdir. Sonunda get SQL mənə bir stringi gözəl formada təşkil edilməlidir. Bizə bilir ki, select, deyək ki, bir və ya bir neçə sütun, bu verilənlər bazasına ait bir informasiyadır. Və yaxud da ki, bütün sütunlar, ona görə ulduz orada dayanır. From, hansısa cədvəldən, where, hansısa şərt altında və ya şərtlər altında. Sonra deyirsən ki, nizamla, order by, müəyyən səni maraqlandıran sütun var ki, ona görə. Və deyirsən ki, hamısını mənə verməyə ilk filan qədərini və yaxud da ki, filan qədərini bıraq, filana qədər və limit verə bilirsən. Bax, belə bir şeydir əslində verilənlər bazasındakı SQL sorğusu. Amma indi işimiz nədir? Bəli, işimiz iş elə qurmaqdır ki, axıcı olsun. Gəlin bir-bir bu məqamları yazaq. İstəyərəm bir daha göstərim ki, OP dünyasında həqiqətən də metodlar çox böyük bir sətrə malikdir. Bizdə bütün metodlar belədir. Ana bir hansısa metod sətr sayı olaraq daha böyük görünür. O da məntiqi olaraq əslində yazıdan asılıdır. Yoxsa o da əslində qeyri-adi bir böyük bir sətr yiyəsi deyil. Amma fikir verin ki, gəlin ilk üçün yazaq. Select, table və where. Düzdürmü? Gəldim ki, function və deyim ki, sözü gedən select olsun. Düzdürmü? Və aydın məsələdir ki, bu funksiya özünü qaytaracaq. Self indidən yaza bilərəm və hətta deyə bilərəm ki, gəlin ən bəsit yazaq da string yazaq və sütun dəyişənimi call təmsil etsin. İndidən deyim ki, return this bir mənalı olaraq. Düzdürmü? Və burada sadəcə deyirəm ki, o sözü gedən məndə select var ha. Belki ulduz tərəfini də rahat təşkil edə bilərəm. İndi məqsədim o deyil. Ulduzu yazmışam ki, sadəcə görəsiniz. Hamımız əslində ulduz qoyuruq ki, ora unutmayaq ki, qardaş, ulduzun da əslində nazını çəkmək lazımdır. Amma deyək ki, this select bərabərdir call. Yəni sütundan mənə nə gələcəksə odur. Bu əslində təşkil olundu. Və biləm ki, nə gözəl. This select işində mən sütuna select zamanı nə versəm odur. Belədir ki, ulduz da ola bilər. Ulduzu elə oradan ötürərəm. Nə gözəl. Sonra table ondan da sadə. Onsuz da yenə də amma içini əslində məqsədi onu biraz da artıra bilərik. Mən ən sadəsini yazıram. Hərdən ziyada sadəsini məqsədim. Bu sadəcə nətər olur, çox rahat interfeys, deməli, axıcı interfeys yiyəsi oluruq. Belə. Deyirəm ki, table və elə bura deyə bilərəm ki, table məncə bunu bu arada özünü qaytarır. Nə qaytaracaq ki? Self və olacaq string. Əla. Və burada da nə qaytarır? Return birbaşa deyək. Redaktorum da onu gözləyir. Mənim, rahat oldu redaktor və deyirəm ki, this table bərabərdir table. Bu qədər qeyri-adi bir şey də məncə yazmadım. Əla. Bu arada bunları gözəl yazdıq və nə qaldı? Where. Çox maraqlıdır where. Function və gəlin deyək ki, elə where də yazım. Və bu sözü gedən where yenə də onsuz da özünü qaytarmalıdır. Heç dayandı yoxdur. Və where də bilsin neyə. Əslində Laravel'ın where'si də maraqlıdır. Orada hətta vurğulaya bilirsən də, bəlkə sən müqayisə etsən, nədənsə kiçikdir, nədənsə böyükdür. Yəni operation özünü də göstərsən. Amma mən sadəcə deyim ki, hansı sütun, hansı dəyər yoxlantısına ehtiyac var,
bərabərlik anlamında. Da bərabər işarəsini ötürmürəm. Ona görə deyim ki, call və value. Bu qədər. İki belə bir şey olacaqdır ki, aydın məsələdir ki, string, həmin sözü gedən də string olacaq, yer qazanacağım sadəcə burada, onları yazmayacağım və return, yenə də this deyəcəm. Dedim mi? Nə gözəl. Və burada qalır mənə nə yazmağa? Əslində çox maraqlı bir şey yazmaq lazımdır, sözün açığı. Mənə gələn where-dən olan dəyəri, kəndəki dəyəri təhlükəsizlik olaraq tam başqa bir yazmalıyam. Add slash deməliyəm. Value. Əla. Belə çox super olur. Yəni biz həmişə SQL injection-dan qorunuruq. Əslində bundan başqa şeylər də yazırıq. Bu da bəs tək dırnağımın problemini çəkməsin heç cür. Hətta value əvəzinə rəqəm də gələ bilər. Hətta onu gəlin çevirək, deyək ki, string, düzdürmü? Casting'ə deyə bilirik, biz PHP-də bunu bilirik. Və belə daha yaxşıdır. Yəni 5 rəqəm kimi gəlsə belə, bu məndə string kimi yaşasa, tanınsa daha gözəldir. Və hər ehtimal dırnaq gəlsə belə, qarşısı alınsın, slash'a dönsün. Məncə əla. Onda gedib deyirəm ki, this where və this where kvadrat mötərizə bərabərdir. Baxır sizdə nə SQL-də əslində. MySQL, PostgreSQL, SQLite 3 və s. və ilaxır. Əslində onlara görə qurulur SQL yazı stringi normalda. Amma mən nə edərdim? Məsələn deyirəm ki, mən deyərdim ki, işim ondan ibarətdir ki, burada sadəcə nə deyim, sözü gedən call bərabərdir value. Qeyri-adi bir şey yazmayacağım. Bu qədər. Amma aydın məsələdir ki, mən burada artıq öz tək dırnağımı rahatlıqla yaza bilərəm. Niyə? Add slash başqa dırnaqları görsə sadəcə ekranlaşdıracaq. Amma hərdən də elə olur ki, mənə lazım olur sözü gedən aksanları da yazım. Baxır hansı dildə yazırsınız. Amma normalda indi bu saat söhbətim o deyil. Belə yaza bilərəm və sonunda da nöqtəli vergülü unutmuram. Ay nə gözəl. Deməli, ilk 3 dənəsini yazın və ilk 3 dənəsinin sətri belə çox deyil. Həddən ziyadə sadədir və ən çox maraqlı ideya həmişə where-dədir. Və bunu biləsiniz. Qaldı xırda. Order by ilə limit yazaq və sonra da get SQL-in içini, bax, bütün gördüklərimizdən sonra dolduraq görək. Sonra da mənə SQL dilində yazı düzgün gələr ya yox. İndi yazacağım order by ilə limit. Demək olar ki, SQL dünyasını artıq bağlamış olacaq. Başqa şeylər də var. Sorğu verilənlər bazasına göndərəndə o qədər başqa SQL bilikləri var ki, amma bu ana sütundur da və bunsuz mümkün deyil. Ona görə də gəlin deyək ki, function yazım və deyim ki, order by. Belə bir şey deyim, özü elə yazılmır deyəsən. Order by, belə yazmışdım orada yuxarıda. Və getdik, yenə də self, yenə də return this, artıq fluent sözü gedən interface necədir də artıq bilirəm. Ümumiyyətlə fluent olması bundan sonra başqa yazacağım kodlarda da çox maraqlı mənə tərbiyə verir. Hərdən də lazımı yerdə elə bir ideya gəlir ki, deyəcək, yox, bunu da fluent eləyəcəm bir mənalı olaraq. Amma getdik. Deməli, mənə nə gələcək? Burada yer o qədər də çox deyil deyə, ona görə string yazmıram. Və getdik. Deyərəm ki, məsələn, sözü gedən sütuna, bir də ki, sözü gedən yönəlməyə ehtiyacım olacaqdır. Bir mənalı olaraq və hətta kim istəsə yazmasa belə, gəlin deyək ki, bir mənalı olaraq azdan çoxa getsin.
Yox, vurulamaq istəsələr də buyursun. Mən burada nə deyəcəm? Deyəcəm ki, sözü gedən this order by və yığışdırma mötərizəni bərabərdir. SQL-da belə bir şey var ki, order by. Ona görə belə yazırıq və call deyirəm və bir də ki dir. Artıq desk yazırıq, ASC yazırıq. Ascending, descending formatında çoxdan azdan çoxa sıralama ilə mən bunu artıq təşkil etməyəm. Əslində başqa işarələri də bura qoyaram. Sütun adlarını biz başqa cürdə yaşadırıq. Amma mövzum o deyil və çox da dərinliyə orderdə getmirəm. Eyni zamanda limitdə də getməyəcəm. Qeyri-adi əslində bir istəyim yoxdur. Nə deyərəm? Deyərəm ki, az qala Python'da yazırdım. Deyərəm ki, function və burada demək istədiyim nə olacaq? Demək istədiyim olacaq ki, limit özü ki, burada yəqin ki, int və count. Limit də çox maraqlı mövzudur. Onu da çox qəşəng yazmaq olar, bir mənalı olaraq. Amma mövzum o deyil. Ona görə buna da self, buna da return this deyəcəm, düzdürmü? Və sadəcə gedib heç limit sözünü yazmaram. Bunu ataram get SQL-in içinə. Biz nəyə görə? Where-də də burada görürsünüz, where sözü yazmamışam. Əslində where aşağı sözü ilə gedir SQL-də. Amma onu aşağıda edəcəm. Çünki mənə sütun string olaraq gələcək. Value əslində rəqəm də gələ bilər. Çünki burada mən onu stringə çevirəm. Yəni bura mixed deyərdim mən. Əslində mixed olması daha gözəldir. Yəni burada yazmayacağım where, burada da yazmayacağım limit. Sadəcə gəlin deyim ki, this limit bu bərabər olsun sözü gedən count-a. Məncə bundan artıq heç ehtiyac da yoxdur. Bu arada gedim yoxlayım, görüm ümumiyyətlə hər şey yaxşıdırmı? Şükür, hər şey yaxşıdır. Beləliklə select, table, where, order by and limit. Bunlar minimal ehtiyac olan SQL sorğusunu təşkil edən mənim öz layihəmdə və yaxud da ki, istifadə etdiyim frameworklərin içində olmalı olacaq bir Fluent interface'dir ki, bizlər elə zəngin yazırıq ki, sonra da verilənlər bazasının bu sorğu motorikası gözəl işdir. Mən özüm yazmışamsa, ürəyim istədiyimi burada edə bilərəm. Yox, framework mənə yazdırıbsa, o metodların necə yaşadığını bir dokumentasiyada bildirir. Mən də oxuyub baxıram ki, necə yönləndirəm. Elə boya var ki, 3 parametr var. Hansı sütun? Bərabər, böyükdür, kiçikdir, bərabər deyil, nədirsə əməliyyatın özü, sonunda dəyər. Yəni, hansı dəyərlə müqayisə etsin. Eləsi var ki, 2 yönümlüdür, eləsi var ki, tam başqa bir, məsələn, array-də istəyə bilər və s. və ilaxır. Elə gözəl yazmaq olur ki, yəni, ayrıca tələbələrimə bu və ya digər şərtləri deyirəm ki, mən belə istəmirəm, falan cür yaz. Onları bu həyata hazır etməklə deyirəm ki, bax, indi PHP-ni bildin deməkdir və mən də qısa kodmanı yazmışam, qaldı nə, errorum yoxdursa, get SQL-də yazım və bugündən etibarən bilim ki, bir-biri ilə zəncirvari bağlantı nə deməkdir, axıcı kod yazılışı nə deməkdir və bu OP-də nə qədər qızıl bir biliymiş. Qaldı bizim builderimiz, haçan, hər şey necə yığılsın. Build o deməkdir ki, qrup quraşdırmaq və nətər qurulsun sözü gələn mənim SQL sətrim. Sətirdirsə, sətir olmasının şəraitini quran string. Daha burada artıq self vermirəm. Bu son halqadır bir mənalı olaraq. Və nə edirəm? Gəlin deyək ki, SQL bərabərdir. Hələ ki, belə yazım da, düşüm aşağı return. İndidən bilim ki, nəyəsə düz yazmadım. Return sözü gedən SQL. Bax, belə daha yaxşıdır. Və getdik. Nə eləmək istəyəcəm? Biz hamımız bilirik ki, mütləq şəkildə başlayır select, sonra sözü gedən həmin o mənim select
property'də olan dəyər, yəni this select, düzdürmü? Sonra nə edirik? Düşürük aşağı. From, ümumiyyətlə SQL yazısı belə alt-alta yazılanda gözəldir. Amma belə ki, bir sətirdir. Yanmayan da yazıla bilər. Üstəlik ki, mənim yerim də o qədər çox deyil. Getdik from table. Yəni deyim ki, this table, düzdürmü? Və bundan sonra dayanıram. Bundan sonra əslində dayanıram. Niyə? İzah edim, where gəlir. Amma şərt varsa, ola bilsin ki, elə yazmışam ki, nə varsa çıxsın. Şərtim yoxdur da, nəyim var göstər. Hə, ona görə dediyim ki, əgər deyilsə, əgər belə deyə bilərəm, this where, yəni onsuz da boş array məndə deməli bir negativi bildirəndi və yaxud da ki yaza bilərəm nə empty. Əgər boş deyilsə daha gözə oxunaqlı olsun. Əgər boş deyilsə this where, düzdürmü? Onda SQL işi davam edir. SQL və nöqtə bərabərdir. Konkatenasiya edirəm. Where, bax where sözü burada yazılır və mənə icazə vermir PHP funksiyonu. Bax, PHP bir gün funksiyonalı qoşa dırnağın içində yaşatma icazə versə və salam da, yəni həqiqətən afərin deyəcəm onlara. Hər şeylərdə bundan başqa. Neyini? Ona görə konkatenasiyada deyək ki, implode, nəyəsə düz yazmadım və bu implode'da nə deyərəm ilahi? Gəlin deyim ki, implode, hə, mən ən bəsirinə yönəlirəm, ən bəsirinə vələrə, and işinə, yəni ciddi, həm adı nazım olsun, həm də yaşı 5 məsələn. Həm deyək ki, il 2025 olsun, həm də ki, qrup 777 məsələn də elə bir qrup axtarıram bu ilin semestrində, filan 5 mükəm, məsələn deyirəm də. Eyni qrup adında başqa illərdə də varmış, mənə 2025-in lazımdır. Ona görə burada and dayanacaq. Yəni deyək ki, and və bu mənim separatorumdur. Amma kimlə sözü gedən, gəlin burada bir enter vurum, burada yazım sizlər üçün. Implode'a görə this where. Əla, bunu da yığışdıraq. Məncə pis alınmadı. Pis alınmadı. Mənim endim var. Where sözü dayanır və implode olacaq. Əla. Deməli, select from where, hə, sonra order gəlir. Ola bilsin, heç order demədilər. Ona görə buna da bir if yazaq. Görün, əslində bu get SQL sətircə ona görə çoxalır. Çünki ifləri çox belə incə qurmağa çalışacağım. Və if this, buna da belə yaza bilərəm. If this, amma dollarına if this, nə yazım ilahi? Order by, yəni boş deyilsə, yəni ötürüblərsə onun barədə hər hansı bir informasiya, onda SQL bərabərdir, özdə nöqtə bərabərdir, düzgün yazaq. Deməli, nəyə bərabər olsun? Order by, order by mən artıq vurğulamışam, elə deyilmi? Ona görə heç buna ehtiyac yoxdur. Birbaşa deyim ki, this order by. Məncə bu daha düzgündür və eyni nə yaza bilərəm? Limit üçün if, əgər limit ötürülüb, ötürülməyibsə yox. Mənə bura lazımdır ki, əgər ötürülübsə və eyni zamanda burada əgər ötürülübsə səhvə fikir ver. Demək, ötürülübsə sizə gələn limit, düzdürmü? Məhz o zaman gedib deyərəm ki, SQL nöqtə bərabərdir. Bura limit yazmalıyam artıq bir mənalı olaraq. Və deyirəm limit boşluq və elə burada deyim
this limit. Əla. İlahi, inşallah ki düzdür hər şey. Və sonda da SQL nöqtə bərabərdir. Bütün SQL-lər nöqtəli vergüllə qurtarmalıdır. Ona görə sonda da gəl nöqtəli vergül yazaq. Hər ehtimal. Nətər olacaq, mən özümdə bilmirəm sözün açığı. Birincisi, baxım görüm, error var mı? Bu o qədər maraqlıdır. Yox, error yoxdur. Amma söz çalışdım. Hər şey sizə ötürəm. Hansı məqsədlə, niyə və nə üçün? İnşallah düz yazdıq. Onu birazdan yoxlayacağım. Belədir ki, ən son mərhələ yoxlama. Sonuncu və həddən ziyadə maraqlı yoxlamanı edək. Və bundan sonra biləcəksiniz ki, ayda nə maraqlıymış bu axıcı interfeys. Mən çalışacağım hətta maraqlı biraz da duz qatım ki, görək hələ gələcəyinə 100% qarşımıza çıxacaq və istəyirəm diqqətli və qarşıma çıxa biləcək errorların hamısını görüb və bu vəziyyətdən çıxa bilib. Gedək, sözün açığı o qədər əvvəllər qarşıma çıxıb deyə mən nədən danışacağımı artıq indidən bilirəm və bu dərdi gərək sizlə bölüşəm. Getdik. Deməli, nə edəcəm? Bir dəyişən yaradım. Deyim student məsələ. Bərabərdir və artıq bilirəm ki 8.4-də bu yoxdur, amma 8.4-dən aşağı var. Ona görə yazırıq new query, düzdürmü? Və mötərizədə mütləqdir. Mən inanıram 8.5-in biraz bir-iki variantlarını göstərsələr də 8.5 bundan da möhtəşəm olacaq, amma hələ ki mötərizədən istifadə edirik və getdik. Hətta gəlin aşağıda yazın bunu. Bu daha rahat olar. Bəlkə dəyişəcəm nələrisə və deyirəm ki select hələ ki ulduz. Ondan başlayaq. Və zəncirvari yazmağa başladıq. Nə maraqlı, nə gözəl. Deyirəm select ulduz, yəni bütün sütunları seçərsən və hardan? Sözü gedən cədvəldən. Table deyirəm. Cədvəlin adı students. Əla. Və işim bitmədi. Və deyirəm hardakı şərtlər başlayır. Where. Və nə deyə bilərəm burada? Where-də mən elə eləmişəm ki, məsələn, böyükdür, kiçikdir, müqayisəsi yoxdur. Birbaşa bərabərdir, özdə çox where gəlirsə və anlamında, ciddi və anlamında birləşimlə təşkil olunacaqdır. Və gedək, sütun, məsələn, deyim ki, nə deyim ilahi, hardakı b-date ad günləri, tamam mı? Deyək ki, ad günü nə deyim ilahi, deyim ki 2021 12-12 məsələn dekabrın 12-si 21-ci il, düzdürmü? Və gedib nə deyərəm? Eyni zamanda düşərəm, gedərəm deyərəm ki əgər şərti dedim, cədvəli dedim, onda gedim deyim ki mənə siyahı gələcəkdə bu dekabrın 21-də gör nə qədər tələbə var məndə, order by və sırala onları məsələn adlarına görə, düzdürmü? Özdə əlifba üzrə A-dan, düzdürmü? Z-də kimi. Və yaxud da ki deyə bilərəm, tutam Z-dən A-ya kimi, onda desk deyərəm bir mənalı olaraq və işim bitmədi, hamısını istəmirəm. Deyək ki ilk 5 nəfəri, ona görə də bir dənə də limit deyirəm və bura 5 yazıram. Hə, işim bitmədi. Sonda da get SQL və gedib deyirəm ki get SQL. Məncə indi yaxşıdır. Deyir Allah Allah deyib baxaq görək nə alınır. Error varsa düzəldək və refresh. Hə, bu arada eko verməmişəm. Həyəcan içi, həyəcan ən azı error görmədik. Və getdik, gəlin deyim ki echo student. Çünki get SQL sonunda mənə nə verir? String verir. Bunu mən artıq bilirəm. Və evvəla möhtəşəm. Select ulduz from students where b-date. Okay. Hadi məsələn ki mən istəsəm backtickləri də qoya bilərəm. Baxır mənim verilənlər bazamın özünə, yəni istəsəm mən öz sütun adlarıma dırnaq deyil, ayrıca bir işarədir və əyri dırnaq kimi adlandıra da bilərik. Və deməli sən demə b-date, birth date, yəni ad günü məsələsi təşkil olundu, bərabərdir filan və nizamla sırala mənə ada görə
Özdəki Z-dən A-ya kimi çoxdan aza. Descending çoxdan aza, ascending azdan çoxa. Özdəki limit 5. Möhtəşəm. Bəs iş şayət bir dənə də şərtim var. Ad günü olanlar, düzdürmü? Və eyni zamanda mən istəyirəm ki, gəlin deyək ki, adı Hafiz olanlar. Neyim? Məsələn, Hafiz. Niyə də yox? Tamam mı? Və hətta order by yığışdırım. Və baxım görüm da dəyişikliyə hazırdırmı? Eyvallah. Be date and name Hafiz və order by yoxdur. Nə gözəl, nə maraqlı. Baxın, bunun özü möhtəşəmdir, həqiqətən. Üstəlik də ki, nə yaşadım sizlərə. Məsələn, deyim ki, bunu yığışdırıram buradan. Düzdürmü? Və hətta deyirəm ki, bunu da buradan yığışdırıram. Select table where SQL. Hətta deyim ki, mənə deyək ki, bir adı göstər. Bir də məsələn, email. Nədənsə belə bir şey istəyirəm. Bax, belə çox maraqlı nəticə gəlir. Select name. Gör, nə yaxşı avtomatlaşıb hər şey. Amma gəlin bir yerdə sizə maraqlı bir şey göstərim. Burada qırıram prosesi və onsuz da student məndə bir obyektdir də, düzdürmü? Düşünürəm ki, onu davam edə bilərəm. Məsələn, deyərəm ki, gəl burada da student deyim və davam etməyə çalışım. Yəni, obyektlə başlasın, o obyekt əlində qalsın və davam eləsin deyə belə bir şey vermək istəyirəm və error ala bilərəm. Bu normaldır. Şoka düşməyin və məsələ ondadır ki, amma mən qırmaq istəyəcəm. Algoritmim əslində bunu istəyəcəkdir. Bir mənalı olaraq və mən nə edim? Məsələn, nədir? Onda gedərəm, deyərəm ki, artıq magic metod burada lazım olacaq və bu da sizə çox böyük bir kömək. Və toString adında metodum var. Deyirəm ki, return və birbaşa this sonu nə ilə bitir? Həmişə mənə SQL lazım, düzdürmü? Və ona görə də get SQL deyirəm və bir daha cəhd edirəm. Eyvallah, bu arada qıra bildim ha. Fikir verin ki, bu bir hissə başladı, bu ikinci hissə başladı, düzdürmü? Və maraqlısı ondadır ki, mən bu V hissəsindən birini burada ata bilərəm. Məsələn də V name Cavad. Məsələn. Və baxmaq istəyirəm ki, nə gözəl də işləyir, nə maraqlı da işləyir, möhtəşəm. Eyni zamanda nəyi demək istəyirəm sizlərə? Eyni zamanda, məsələn, burada da bir qırım, yəni mütləq elə an olacaq ki, belə bir şeyə ehtiyac olacaqdır. Düzdür, bunların hamısı frameworkda təşkil olunub, amma mən əlimlə eləyirəm də, düzdürmü? Fikir verin ki, 3 dənə student, 3 dənə hər şey yazmışam, heç nə körlanmayın. Ola bilsin ki, burada mən bir şərt qoyuram. Gəlin, bax, burada bir dəyişənim olsun. Limit OK. Belə bir şey deyim. Deyim ki, limitə icazə var və deyim ki, true. Tamam mı? Deyək ki, haradasa bir dəyişənim var və bir şərt var ki, onu gözləyəcək. Yoxlayayım da, əgər limit OK, yəni orada o true'dursa, onda istəyərəm. Bu sözü gedən student var ha, halqanı ortada mən bir şey əlavə edim. Deyim ki, student limit məsələn 22. Belə bir şey deyim. Niyə də yox? Bir fikir verin. Əgər limit OK true'dursa və baxaq. Eyvallah, nə gözəl. Bunu false edin. Ay nə gözəl. Budur proqramlaşdırma OOP dünyasında axıcı interfeyslə bərabər. Bunu sizə göstərməsəm günahdır və heç də gedib qibdə eləməyin heç bir framework'a. Onların hamısı insan tərəfindən yazılmış həqiqətən bir məhsullardır. Bunun hamısını biləndən sonra siz istənilən layihəyə keçid ala bilərsiniz. Söhbət time'da dediyim kimi, göydə bulud, layihəni unut. PHP savadın, kod biliyin yoxdursa.
Sizləri əmin edirəm ki, baxın bu əsas məqamdır. Əgər Kocas kanalında bu ana qədər əvvəldən axırına kimi bütün videolara baxıb sərasər işləyib və həqiqətən də gələcəyinizə yaşınız neçə olur olsun qazanmaq naminə və bu qədər əziyyətin əvəzi gözəl olacağını düşünərəkdən videoların hamısına baxıb yazmısınızsa bilin, siz peşəkar olmaq yolunda bir nömrəsiniz. Düzü sizdən paralel eyni zamanda başqası da həmin qətiyyətlə, həmin iradə ilə addımlayırsa bu yolda tək deyilsiniz. İnşallah ki biz Kocas kanalında sayımız o qədər olsun ki, istər Python, PHP, istərsə də JavaScript proqramlaşdırma yolunda fərq eləmir. Nə qədər çox olsaq bilin, bu məktəb, bu Kocas kursu sizə nə verirsə, təmənnasız verir. Sadəcə mənim məqsədim inşallah ki, kursda, ən azı online kursda sizə bu dediklərimi bir də praktik olaraq yaşadım. Çünki bura kimi gəlmişsinizsə, daha artıq yazırsınızsa, da artıq siz hazırsınız və heç bir framework'a qibtə etməyin. Heç bir framework yazana da qibtə etməyin. O da sizin kimi iradəsi möhkəm olaraqdan axıra kimi gəlib bu işi yazıb. Siz ondan da gözəl yazacaqsınız. Siz başlayın, siz möhtəşəm bir şey yazacaqsınız, özü individual özünüz üçün. Ona görə də mənim bu qədər də yaratdığım ancaq sizlərə pozitivdir. Mənim bu videomdan əminəm, PHP dərslərini deyən müəllimlər də baxır. PHP dərslərindən müəyyən bir qeyd almaq niyyəti ilə digərləri də baxır və bu mənə çox xoşdur. İstər Azərbaycan dilində təhsilə dair, təhsillə maraqlanan, istər müəllim heyəti, istər tələbə heyəti, əgər Kocasa müraciət edirsə, mənə nə xoş. Orada videoda nə varsa sizindir. Halalınızdır, istifadə edin. İstənilən kəs kim istəyirsə buyursun. Mənim məqsədim sadəcə eyni zamanda kurs olaraq praktiki müəyyən məsələlər ötürüm, amma aydın məsələdir ki, nəzəriyyə olaraq Kocasda hər şey var və yaratmaqda da davam edəcəm. Ta ki sayımız artsın, istəyimiz davamlı olsun və oxuyanlarımız azalmasın. Elə artmaqda da davam edilsin. Bundan çox video olacağını əmin edirəm, ta ki sizlər oxuyasınız. Bəli, Kocas kanalına abunə oluruq. Hər kəsi sövq edir ki, abunə olsun, sayımız durmadan artsın ki, bu Kocas kanalında olan videolar YouTube aləmində səpələnsin, hər Azərbaycanın qarşısına çıxsın. Bunun üçün də nə etmək lazımdır? Like və paylaşım. Paylaşaq ki, sayımız həmişə çox olsun. Sağ olun, sağ salamat.